Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevella salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtani ve allimni ma yenfa'ni ve zidni ilme. Amma ba'd. Sonra Şeyh İbn Teymiyyə rahiməhullah davam eləyərək sözünə gətirir ki, əmmə bə'd və sonra dedikdə bu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm xutbə verərkən xutbə dualarından sonra nədir? Əmmə bə'd və sonra, yəni artıq sözünə başlayır. فهذا اعتقاد الفرقة الناجية المنصورة إلى قيام الساعة. Bu deyir, etiqad, nicat tapan deyir, firqənin etiqadıdır. O nicat tapan firqə ki, kömək olunmuş firqədir düz qiyamətə qədər. Düz qiyamətə qədər. Onlar kimlərdir deyir? Əhl-i sünnə vəl-cəmaə. Firqətun nəciyə, yəni ümumiyyətlə əhl-i sünnənin bir neçə adları var. Əhl-i sünnə vəl-cəmə 1. Firqətun nəciyə, sələf-i salihin. Məsələn, hətta deyənlər var ki, əhl-i hədis, hədis əhli. Bunlar hamısı nədir? Deyildikdə, ümumi götürəndə sələflər qəsd olunur. Firqətun nəciyə deyəndə ümumiyyətlə həqiqətən nicat tapmış firqədir ki, hardan çıxır bu? Peyğəmbər s.ə.v nə deyir? Sətəftəriqu alə hədil ümmə sələsə və səbi'inə firqətən. Mənim ümmətim 73 firqə bölünəcəkdir. Kulluhunnər illə vəhdə. Hər biri cəhənnəmdədir, yalnız birindən başqa. Və soruşur ki, ey Allahın Rasulü və məhyə, o hansıdır? Deyir, əl-cəməə, cəmaat halında olanlar. Buradan istinbat hardan çıxarılır? Mənim ümmətim 73 firqiyə bölünəcəkdir. Yəni, burada firqə dedikdə qəsd olunan yəni nədir? Cəmaat. Firqə deyəndə, yəni fərqə cəmaə. Yəni, cəmaat nədir? O, parçalanır. Cəmaatlara, firqələrə ayrılacaqdır. Yəni 73 dedikdə bu gün sual çıxır ki, məsələn, rafizilər nə qədərdir, firqədir, neçə yerə bölünür, bu nətər olur? Yəni 73 firqə əsildir. Başda olanda. Deyək ki, məsələn, sufi, mutasaffif, eləmi? Bu bölünür. Naxşibəndi, nurçuları, kimləri, əşariləri, məhrudiləri, cəhmiyyələri, mu'təzilləri, bunlar özləri bölünür. Məsələn, xavarişlər bölünür hurilərə. Onların da nədir? Bir neçə artıq nədir? Firqələri var. Rafizlərin özü, Fatiməllər, Cəfərilər, Zeydilər, sonra Hüseynilər, Əlallahlar, Ələvilər, saymaq nədir? Bitmir. Yəni, bu əsaslar başda olanlardır. Yerdə qalan nədir? Furulardır. Belə götürəndə bəlkə 500 firqədir. Ümumi götürəndə. Nəsranilərdə, Yahudilərdə belə firqə yoxdur. Bu qədər. Yəni, məsələ əsli odur ki, 73. Amma nədir? Özü özlüyündə çox nədir? Firqələrə bölünür. Lakin deyir ki, bunların içində nicat tapan kimdir? Hansı ki, bunlardan uzaqlıq cəmaat halında olur. Və deyir, onlar da deyir, bir hədisdə də gəlir ki, mənə və məndən sonra nədir? Sahabələrə tabe olan. Hətta bir hədisdə də gəlir ki, sizdən sonra sizin üzərinizdə vacib olan mənim 4 xəlifi, Raşid xəlifi sahabələrimdir. Aleykum bi sünnəti, sünnəti xulafə raşidinə məhdiyinə min ba'di addu aleyhi bin nəvaciz. Sizin üzərinizdə olan mənim 4 dənə
Xəlifi, Rəşid-i Xəlifi sahabələrimdir və üzərinizə vacibdir ki, onlarda nədir? Acı dişlərinizlə belə nədir? Tutunun. Acı dişlərinizlə belə tutunun. Yəni, məsələ buradan qəsd olunan hədəf nədir? Bu cür tutunarsansa da, bu cür cəmaat halında olarsansa da və sağlam əqidə minhəc üzərində olacaqsan və bu cür qiyamətə qədər davam olacaq. Allah subhanahu wa ta'ala Mansura dedi, onun Allahın köməyi daim onların nəyindədir? Üzərindədir. İmtahanlar təbii gələcək. Amma nədir? Bu kömək daim nədir? Bu firqənin üzərindədir. Əmmə bəd hədi nəibəti ismu şart və fi'li təqdiri məhmə yəkunu min şeyin qalə İbn Məlik. Yəni, bu əmmə bəd məsələsini gətirir ki, yəni bu hansı ki xutbədən sonra baş verən bir şeydir və bu da Peyğəmbər sallallahu əleyhi və səlləmdən gəlir. Yəni ki, əmmə bəd kəzə və kəzə. Yəni və sonra bu cür şeylər baş verdi. Başlayır nə etməyə? Danışmağa. Bu da sünnədəndir. Yaxşı olar ki, nəsə hər bir imammı və ya da xatibmi məsciddə xutbə verəndə və yaxud da ki, fərqi yoxdur, məscid olmur, hardasa bir məclismi olanda bu cür başlamağı yaxşıdır ki, bərəkət olur. Məsələn, deyirsən, Əlhəmdülillah Rabbil Aləmin və salatu və salamu alə nəbiyyə bə'də, əmmə bə'd deyib başlayırsan, qısa olaraq. Yəni, xutbənin başda nəyə gətirmirsən, İnnəl həmdəlillah, nəhməduhu və nəstə'inuhu deyirsən, gözəl. Yəni, amma vaxt baxımından qısa belə deyirsən, amma əmmə bə'd deməyin daha gözəldir. Və sonra hamısını gətirirsən və sonra deyirsən ki, məsələ budur, Allah subhanahu ta'alanın dinində budur, danışırsan. Bu da artıq nə deyir? Bərəkət var. Və həzə etiqad. Bu etiqad dedikdə, əl-işarətü ləbuddə ən təkuna ilə şeyin məvcud. Bu deyir, işarə odur ki, hansı ki, mövcud olan bir şeyədir. Bax, məsələn, bax, fikirlər tədəbbür elə. Biliyyə rahiməhullah gətirir ki, və sonra bu etiqad, bu həzə, ismu işarədir. Ərəb dili qrammatikasındadır. Yaxınlıq bildirən işarə vəzliyidir. Və həmçin nədir? Nəkradır, yoxsa mərifə? Mərifədir. Bilinən. Nəkra nədir? Bilinməyəndir. Mən deyirəm ki, ev. Beytun. Nəkradır. Hansı evdən gedir söhbət bilinmir. Amma deyirəm, həzə beytun. Bu ev. Və yaxud deyirəm, həzə racul. Bu kişi. Artıq bu bilinəndir, bilinməyəndir. Bilinəndir. Sən buna desən ki, bilinməyən, biraz adama qəribə gələr də. Məsələn, deyirəm ki, bu kişi, görsədirəm bunu, sən deyirsən, bilmirəm. Bu kişi nə deməkdir? Elə şey mi olur yəni? Bu kişi, bilinir də bu. Bu, ərəb dili qrammatikasında bir növ bələğatdan desən, mubhəm deyilir. Mubhəm. Hansı ki, bunun əsli dəyişməyən bir şeydir. Əgər bu hər hansı bir kəlmənin önündə gələrsə də, yaxınlıq bildirən işarə əvəzliyidir və həmən şeyin mərifədə bilinən olmasından xəbər verir. Baxın, bu qrammatik dəlildir. Bilinən olmasından xəbər verir. Əgər İbn Teymiyyə rahimehullah gətirsəydi ki, orada i'tiqadul firqati, yəni firqə etiqad olaraq belə, o da nəqrə ola bilərdi. Hansı etiqaddan gedir. Amma nə dedi? Fəhəzə etiqad, bu etiqad artıq bilinən. Demək, sən bilinən bir etiqad üzərində olmalısan ki, firqətun nəciyədən olasan. Çatdı mı? Yəni ki, nicat tapan firqədən ola bilərsən. Yəni, bilinən etiqad üzərində. O bilinən etiqad hansıdır? Peyğəmbər sallallahu aleyhi və səlləm və sahabələrin qoyub getdiyi təmiz etiqad. Və gətirir, ona görə şeyx gətirir ki, Hüseymin rahiməhullah, həzə etiqad deyəndə bu etiqad qəsd olunan nədir? Mövcud olan bir şeyə işarədir. Sonradan gələn etiqada yox. Çatdı mı? Yəni, İbn Teymiyyə bu etiqad nicət tapan firqədir dedikdə və bu etiqadda olan söhbət hal-hazırda və əvvəl də baş verib bu etiqad. Bu var. Ona görə buna tabi olmalısan. Əgər orada həzə kəlməsi olmasa, demək söhbət necədir?
başqa yenidən bir baş verən etiqaddan gedir. Bu da nədir? Mümkündür. Döy olsun. Çünki batil bir şeydir. Yenidən baş verən etiqad səhih şey üzərində ola bilər? Ola bilməz. Ona görə İbn Teymiyyənin rahimehullahın məsələsini düzgün başa düşmək lazımdır. Bu etiqad deyəndə qəsd etdiyi Allah Rasulundan gələn nədir? Hətta ondan da öncə peyğəmbərlərin etiqadı idi. Nədir? Tövhid. Allaha ibadət edib ona heç nəyi şərik qoşmaq. Yəni deyir, etiqad dedikdə, qəsd etdikdə bütün peyğəmbərlərin nə üzərində gəlməyi qəsd olunur. Hədəf odur. Və onu geniş şəkildə yayıb təbliğ edən Allah Rasulunun nə idi? Sünnəsidir. Bax, bu etiqad dedikdə qəsd olunan hədəf nədir? Bax, budur. Amma lakin adi etiqad desən ki, etiqad dedikdə o qədər etiqad var ki, kafirin də etiqadı var, Nəsraninin də etiqadı var, Məhturisinin də, Cəhmiyyə, hamısının özünün nəyi var? Rafizin də etiqadı var. Kimisinin daşadır, kimisi ağacadır, kimisi insanadır, kimisi cinədir və s. və eləx. Və kimisi də nədir? Səhih olaraq Rəbbinədir. Etiqad nədir? Aqadə. Bayaq da əqadə feilindəndir. Aqadə köküdür. Nə deməkdir? Düyün. Lüğəti mənasını götürək. Düyün. Bağlanan bir şey. Bağlanan. Əqidə sözü var. Aqidatun. Ondan götürülübdür. Hamısının közü aqidə. Üç köklü ilə desək, mücərrəd süləsə desək, üç köklü feillə. Olur aqadə. Dörd köklüyə qayıtdıqda qarşılıqlı baba, əqada, yuqidu, əqid, i'tiqad. İ'tiqad. Yəni, bağlanmaq, düyünlənmək, mərbutlanmaq. Bu nədir? İnsan zahirdə və batində bağlandığı bir yer. Kimisi ağac, kimisi daş və kimisi nə? Rəbbinə. Səhih etiqad bağlanarsa Rəbbinə olur firqətun nəciyə. Artıq sən nədir? Nicat tapdın. O birisi nicat tapa bilər? Tapa bilməz. Ona görə bu etiqad dedikdə bağlanmaq. Yəni, sənin etiqadın nədir? Sənin bağlantın nədir? Sənin tabi olduğun nədir? Sənin nədir? İxlasla yanaşdığın nədir? Qüvvə. Yəni, hər tərəfi belə deyim, tam başa düşəsiniz. Sənin ən əzəmətləşdirdiyin qüvvə nədir? Bax, sənin bağlantın, etiqadın oradır. Aydın oldu mu? Kimisi, məsələn, falsının etiqadı nəyə deyir? Cinə, şeytana. Yəni, bağlanır. Ona, o nə deyir ona? Hətta deyir ona ibadət elə, səcdə elə, eləyir. Amma məsələ nədir? Budur. Etiqad deyir, şeyx gətirir ki, mövcud olan bir şeyə deyir, işarə edir İbn Teymiyyə. Sonradan baş verənə yox. Yəni, mövcud olan Adəm əleyhissalamda nə varsa odur. Ənə, hindəmə əqul həzə və ənə uşiru ilə şeyin məhsusin zahirin. Huna müəllif kətəbə xutubətə qablə kitabı və qablə ən يبرز الكتاب لعلم الشاهد وكيف ذلك؟ أقول إن علماء يقولون إن كان مؤلف كتب كتابا ثم كتب مقدمة والخطبة والمشار إليه موجود ومحسوس ولا إشكال فيه. Yani deyir ki, şeyxin burada gətirdiyi bu məsələ, işarə etdiyi hansı qətiyyətlə zahirdə olan və həmçinin heç bir işgəli, yəni problemi olmayan bir şeyə işarə edir. Təbii ki, bu da nədir? Əqidədir. Və ənə müəllif qalə həzə bi'tibar halin muxatab və muxatab limə yuxatab ləm yuxatab bizəlikə illə bə'də ən bərrazəl kitab və sadr. Kəənnəhu həzəlləzi beynə yədeyyə kəzə və kəzə. Yəni, şeyxin deyə gətirdiyidir o məsələ. Bu ifadə ilə qəsd olunur ki, bax qardaşım, bununla ikimizin aramızda deyil, məsələ budur. Yəni, bu kitabda yazıram ki, ikimizin aramızda söhbət səhih etiqaddan gedir. Səhih əqidədən gedir. Yəni, bunu dinlə. Yəni, məsələ budur. اعتقاد افتعال من العقد وهو الربط وشدة فهذا من حيث تصريف اللغوي وأما في اصطلاح عنده وهو حكم الذين جازم يقال اعتقد كذا يعني جزمت فيه قلبي. Şeyx biraz da təşdid gətirir.
etiqad məsələsinə daha da biraz şiddətləndirir. Yəni deyir, məsələ nədir? İ'tiqada, bəxt dediyim kimi iftial vəzindədir. İ'tiqad əqədə feilindəndir. Yəni bir məsələdə qətiyyətli olmaq. Şübhəli olmamaq. Qətiyyətli, cəzm. Cəzm ərəb dili qrammatikasında bir növ təşdid, yəni şiddətli şəkildə onu sən qətiyyətlə neyinsən, qəbul edirsən. Yəni orada səndə şübhə yoxdur. Doğru dildə desək promux yoxdur da. Yəni ki, orada sən nədir? Sakat, yıxıla bilməzsən. Yıxıla bilməz. Yıxıldınsa şübhə var. Yıxıldınsa şübhə var. Əgər bir şeyə cəzmlə, qətiyyətlə iman gətirib etiqad eləyibsənsə də, orada səndə azca da olsa yıxılmaq varsa da, demək o məsələdə bərkiməyibsən. Səndə şübhə var. Onun üzərində nədir? İşləməlisən. Məsələn, ən belə mötəbər olan götürək. İnsan dua edir, sonra deyir ki, bu niyə qəbul olmadı? Bu necə iş? Nətər oldu? Görün dua qəbul olmadı. Görün nətər oldu? Və olacaqmı? Burada səndə bu məsələdə cəzm yoxdur, qətiyyət yoxdur. Qətiyyət yoxdur. Və ona görə də artıq nədir? Onun üzərində işləməlisən. Demək, hələ sən etiqadında o qədər Rəbbini hələ əzəmətləşdirməyibsən. Məsələ balaca məsələ deyil. Ona görə Şeyx Hüseyn Rahiməhullah gətirir ki, bu i'tiqad elə bir şeydir ki, burada səndə qətiyyət olmalıdır, cəzm olmalıdır. Yəni orada o əzəmətləşdirdiyin, o tək olan Rəbbini, ona olan imanın səndə təşdid, yəni cəzm, qətiyyət rolu olmasa, hardasa yıxılacaqsan. Yıxılacaqsan. Yıxıldıqca da artıq nədir? Qalxmağın biraz çətin olur. Gərək nədir? Qətiyyətin möhkəm olsun ki, nədir? Qalxa biləsən. Onda Şeyx Hüseyn Rahiməhullah gətirir ki, burada qətiyyət, cəzmlik mütləqdir. Cəzmlik mütləqdir. Fəin tabəqə vaqi və sahih və in xalifə vaqi fəsid. Əgər burada deyir, müvəffəqiyyət varsa da səhih, gözəl. Hər şey qəşəng olacaq. Yox, əgər müxaliflik varsa da, baş verirsə də, şək yoxdur, orada fəsad baş verəcəkdir. Fəsad baş verəcək. Bunu hardan çıxartdı? Onu dəfələrlə keçmişik. Peyğəmbər s.ə.v hədisində necə gəlir? Deyir ki, insan bədənində bir ət parçası var. Mudğa. Və izə fəsədə cəsədə kulluhu izə saləhə cəsədə kulluhu. Əgər o fəsad törərsə, bütün bədən fəsad törədəcək. Əgər salamat olacaqsa, bütün bədən salamat olacaqdır. O qəlbdə cəzm, qətiyyət olmasa, şeyx gətirir ki, və xalifə, əgər o qətiyyətə müxalif bir şey, vaqi, baş verən bir şey olacaqsa da, fəsid. Yəni ki, nədir? Fəsad törədəcək, fəsadlıq baş verəcəkdir. Sonra gətirir ki, وَاِعْتَقَدْنَ أَنَّ اللّٰهِ إِلَهٌ وَاحِدٌ. Sahih. Əgər biz etiqad etsək ki, biz etiqad edirik ki, Allah Subhanahu və Teala tək olan ilahdır. Səhihdir? Səhihdir. وَاِعْتِقَادُ النَّصَارَ أَنَّ اللّٰهِ ثَالِث وَثَلَاثَ بَاطِلٌ. Amma Nəsranilər nədir? Deyir ki, ilah dedikdə üç şey qəsd olunur. Allah, Məryəm oğlu, İsa və bir də nəyi? Ruh. Hə? Ruh. Batildir yoxsa yox? Batildir. Demək, artıq etiqadılar bunların nədir? Batil bir etiqad üzrə. Liyənnəh müxalif vaqi'. Çünki deyir, əsas deyir, vaqiyə, baş verənə müxalif çıxdılar. Əsas baş verən nədir? Bağlamalısan kimə? Rəbbinə. Onu əzəmətləşdirməlisən. Müxalif olduqlarına görə nədir? Artıq kafir olurlar. Kafir olurlar. Vəchul ارتباطه بالمعنى اللغوي الظاهر لأن هذا الذي حكم في قلبه على شيء كأنه عقد عليه وشد عليه بحيث لا يتفلت منه. Deyir ki,
Sanki deyir, onlar deyir, ona etiqad etdi. Etiqad etdiklərinə görə deyir, ona bağlandılar və bu bağlantı onları qurtarmadı. Nədən qurtarmadı? Əzabdan qurtarmadı. Cəhənnəmdən nədir? Qurtarmadı. Və ona görə də bu deyir, ən böyük faciə oldu onlardan ötürü. Sonra gətirir ki, Şeyx davam eləyərək firqə nədir? Firqə bir neçə deyil qismlərə bölünür. Həmçinin mənası onların tayfa deməkdir. Bunlar da deyir, geniş bir məsələdir. Geniş bir əsaslara bağlanır. Burada kifayətlənəkmi? Burada kifayətlənək. Firqənin də nədir? Gələn dərs inşallah keçərik. Allah subhanahu bizə istifadələrdən etsin. Subhanəkallahumma hamdik. Əşhədu an la ilahə illə entə əstəğfiruka və etûbü ileyk.